Bax belə döşəmənin arasından nəinki qışda soyuq, hətta ev isti olduğuna görə gəmrizlər və həşəratlar da sizin yaşadığınız yerdə olacaqlar. Amma çox köhnə döşəmədir, çox bərbad gündə. Siz gəmrizlər, həşəratlar məhz yuxarı qalxmasın. Telefonu verirəm. Usta yoldaşım Teymura və döşəmənin altını sizə göstərir. Hörmətli izləyicilərimiz, Qax rayonundan çoxdan da bu mənzər altına giriş olunmuş, taxtalar sökmüşük buradan. Öz başıma ancaq keçir. Deməli, Burada nasıl yaşıyorsunuz? Niçin burayı temizlemek ve tamir etmek için çaba göstermiyorsunuz? Gördüyünüz kimi iş ədalətli olsun deyə və fikirləşdik ki, onluq millərdir, bunları çıxmaq lazımdır. Sonra baxdıq ki, bunların içərisi hamısı boşdur. Yəni pol taxtalarını məhz boş küçüklərin üzərində qoyurlar. Ona görə deyil, məhz biz bunların içərisində doldurmalıyıq ki, soyuq hava kütləsi, gəmizlər, həşəratlar məhz yuxarı qalxmasın. Görürsünüzmü? Bax, buraları necə doldurmuşuqsa, məhz bu tərəflər də o formada dolmalıdır. Gördüyünüz bax belə döşəmənin arasından nəinki qışda soyuq, hətta ev isti olduğuna görə gəmrizlər və həşəratlar da sizin yaşadığınız yerdə olacaqlar. Keçək bu tərəfə, ustamızın əllərinə sağlıq. Gördüyünüz bax bu aralıq döşəmələrin arasını poliuretan küçük izolasiya ilə doldurur. Beləcə bu işlərimizdə də hazırda son tamamlanma işləri gedir. Gördüyünüz kimi bax diqqət edin, millərin kənarları hamısı bağlanır. Xeyirli olsun sahibinə, yeni layihələrində görüşmək ümidi ilə. 114 İzolasiya qrupu Qaxda.